Salam əziz həmkarlar. Effektiv müəllim-şagird münasibətləri buna aid testlərə baxırıq. Sual 1. Effektiv müəllim-şagird münasibəti ilə bağlı verilən fikirlərdən hansı yanlışdır və qəbul sualıdır. Müəllimin istifadə etdiyi yüksək səs tonu, danışıq tempi və vurğuları da onun uğurlu münasibətinin bir hissəsidir. Baxın, müəllimin istifadə etdiyi yüksək səs tonu xeyr. Bax, elə bu səhv bir fikirdir. Çünki düşünün ki, bir sinif mühitində müəllim hər zaman qışqıra-qışqıra danışır. Yəni, danışıq tempi hər zaman yüksəkdir. Bu zaman şagirddə hər hansı bir uğurlu münasibət yaranmayacaq axı. A variantı qaldı. Müəllim şagirdlərdən etik normalara əməl etmələrini, nəzakətli dildən, görsən nəzakətli dildə, yəni sakit və anlayışlıq dildə istifadə etmələrini istəyirsə, özü də buna riayət etməlidir, düzdür. Müəllim şagirdlərlə ünsiyyətdə böyüklərlə danışdığı kimi danışmalıdır, hörmət və mədəni şəkildə, yəni qışqıra-qışqıra yox, düzdür. Dərs zamanı işlətdiyimiz üslubla yanaşı, istifadə etdiyimiz səs tonu da önəmlidir. Düzdür. Müəllim tərifdən söylənilən simulyativ dəstək verici cümlələr şagirdin inkişafını gücləndirə bilər, bu da düzdür. Yəni, motivasiya verəcək. Deməli, burada oldu səhv fikir A variantı. Aşağıda hansılar effektiv şagird münasibətinin qurulmasına müsbət təsir göstərmir? Göz kontaktı və gülümsəmə, bu müsbət təsirdir. Yəni, nə qədər çox güləriz olsaz, şagirdlə sizin aranızda münasibət bu qədər yaxşı olacaq. Şagird səhvlərinin sinifdə yumorla təqdim edilməsi, bu səhvdir. Yumor odur ki, ələ sala-sala olmaz. Yəni, şagirdin səhvlərini zarafatla demək olmaz. Deməli ki, səhvdir. Şagirdi pedaqoji fəaliyyətdə subyekt kimi görmək düzdür. İnteqrativ təlim modelində subyekt-subyekt, yəni qarşılıqlı əlaqə olmalıdır. 3 də doğrudur. Müəllim şagirdin məktəbdənkənar fəaliyyətində iştirakı, bəli. Müəllimlə şagird ünsiyyət qurmaq istəyirsə, məktəbdənkənar fəaliyyətlərində iştirak etməlidir. Valideyn iclasının tez-tez keçirilməsi xeyr, bu yorucudur. Yəni, bu effektiv münasibət qurmur. Deməli oldu burada 2 ilə 5 A variantı. Ümumi valideyn iclası zamanı valideyn sinif rəhbərinin övladı haqqında yalnız neqativ fikirləri ilə qarşılaşır. Sizin uşağınız dərslərə diqqət yetirmir. Baxın, qəbula indi bu tip suallar düşür. Tapşırıqları unudur, passivdir kimi sözlərdən sonra valideyn narahat olur və bir daha iclasa gəlmək istəmir. Əgər siz sinif rəhbəri olsaydınız, bu vəziyyətin yaşanmaması üçün hansı yanaşmanı seçərdiniz? Plusda qəbul sualıdır. Valideynlə yalnız problemləri deyil, övladının müsbət cəhətlərini də paylaşardım. Baxın, övladının müsbət cəhətini bəli, valideyn iclasında paylaşmalısınız. Amma şagirdin neqativ hallarını valideynlə fərdi şəkildə paylaşmaq lazımdır. Yəni, məxviliyi, konfidensiallığı qorumaq lazımdır. Ona görə A variantını dolğun cavab kimi götürmürəm. Valideynin narahatlığının əsassız olduğunu bildirərdim. Övladı üçün bizim problemləri həll etməyimiz mütləqdir. Xeyr, səhvdir. Yəni, bir müəllim konfidensiallığı, məxviliyi qorumalıdır. İclasda şagird haqqında şəxsi məlumatları paylaşmazdım. Bax, bu doğru bir fikirdir. Yəni, şagirdin neqativ hallarını iclasda paylaşmaq olmaz. Müəllim iclasdan sonra valideynlə fərdi şəkildə tete-a-tet görüşüb neqativ fikirlərini söyləyə bilər. Deməli, burada oldu C variantı. İclasda sadəcə şagirdin zəif tərəflərini konkret şəkildə qeyd edib, valideyni dəyişiklik üçün motivasiya edərdim, xeyr. Valideynə şagird haqqında neqativ məlumatları mesaj formasında göndərməliyəm, xeyr. Daha yaxşısı odur ki, şəxsi məlumatları iclasda paylaşma, daha sonra valideynlə fərdi şəkildə tete-a-tet danış, həll elə. Yanlış fikri müəyyənləşdirin. Müəllim-şagird arasında olan pozitiv münasibət qarşılıqlı inam və hörmət əsasında yaranır, doğrudur.
Şagirdləri sevmək, onları olduqları kimi qəbul etmək, müəllim-şagird arasında yaranan pozitiv münasibətin şərtlərindən biridir, doğrudur. Pozitiv iş münasibətləri müəllimdən sərhədləri müəyyənləşdirməyi, şagirdlərin məktəbdəki rollarını aydın şəkildə tərtib etməyini tələb edir, bu da doğrudur. Müasir dərs mühitində müəllim-şagird münasibəti həm səmimiyyət, həm də peşəkarlıq tələb edir. Bu münasibətlərin qurulmasında müəllim həm rəhbər, həm də dəstəkçi rolunu oynayır, bu da doğrudur. Avtoritar üslubda şagirdlə müəllim arasında tərəfdaşlıq münasibətləri özünü göstərir, bu səhv bir fikirdir. Yəni, müəllimlə şagird arasında tərəfdaşlıq olmalı deyil. Burada oldu Y variantı. Sinifdə yaranmış konfliktin həllini tapmağı müəllim şagirdlərin özlərinə tapşırır. Verilən şagird seçimindən biri yaradıcı təfəkkürə malik seçim hesab edilə bilməz. Bax, qəbula düşür bu sual. Təklif edilən müxtəlif həll yolları biri-birindən fərqli olsa da, həmin həll yollarını sınamaq, bəli, bu yaradıcıdır. Problemə müxtəlif aspektlərdən yanaşmaq, bu da yaradıcıdır. Müxtəlif həll yolları axtarmaq, bu da yaradıcıdır. Təklif edilən həll yollarında müzakirə zamanı çatışmazlıqları təyin etmək, bu səhv fikirdir. Yaradıcı düşünən insan risk almağı sevir. Təklif olunan həll yollarının hamısını sınamağa çalışır. Şagird təklif edilən yeni həll yollarını müzakirə etmək, bu da düzdür. Müzakirə edəcək, amma çatışmazlıqlarını təyin etmək nədir? Səhvdir. Çünki yaradıcı düşünən insan, belə deyim, risk almağı sevir. Effektiv müəllim-şagird münasibəti ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Şagird fəaliyyətini artırmaq üçün ictimai qınaq mütləqdir. Xeyr, bu xaosa gətirib çıxarır. A variantı səhvdir. Müəllim öz davranışı ilə şagirdlərə nümunə olmalı, etik normalara əməl etməlidir, düzdür. Müəllim şagirdlərlə ünsiyyət zamanı hörmət və mədəniyyət sərgiləməlidir, düzdür. Dərs zamanı istifadə olunan səs tonu və danışıq üslubu şagirdin diqqətini cəlb etmək üçün önəmlidir, düzdür. Müəllim tərəfindən verilən motivasiya edici və dəstəkləyici ifadələr şagirdlərin özünə inamını artırır, düzdür. Deməli, burada oldu A variantı. Valideyn məktəbə cəlb olunmasına mane törədən amillər sırasında verilə bilməz. Valideyn iclasını keçirən zaman şəxsi məlumatlar haqqında danışmamaq, bu qalsın. Yəni, şagirdin davranış və təlim fəaliyyətində yaranan problemlər barədə hər kəsin yanında valideynə demək, əlbəttə ki, bu valideyni iclasdan uzaqlaşdıracaq. Elə düşünəcək ki, bu müəllim həmişə negativ danışır. İclas zamanı müəllimin məxfiliyi qorumaması, əlbəttə ki, məsələn, məxfiliyi qorumur, valideynə deyir ki, sinifdə sənin övladın belə səs salır, bunu eləyir, ona qarşı bunu edir. Valideyn hər dəfə bunu eşitdikdə iclasdan yayınacaq. Müəllimin valideynin tədris prosesinə cəlb olunmasının lazımsız sayması, əlbəttə ki, bu da valideyni yayındırır. Müəllimin valideynlə ünsiyyət qurması üçün israrlı olmaması, bu da yayındırır. Amma şəxsi məlumatlar bu təkcə negativ deyil ki, məsələn, sən şəxsi məlumat olaraq şagirdin pozitiv tərəflərini vurğulaya bilərsən. Bu valideyni tayda da sevindirəcək. Deməli, burada oldu A variantı. Qəbula düşmüş bir dənə də sual. Müəllim-şagird münasibəti ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Müəllim öz emosional zəka bacarıqları vasitəsilə şagirdlərin fərdi ehtiyaclarını dərk etməli və münasibətdə empatiya göstərməli, bəli, özünü şagirdin yerinə qoymalıdır, düzdür. Effektiv ünsiyyət üçün müəllim informasiya ötürərkən şagirdlərin fərqli düşüncə və hisslərinə önəm vermək əvəzinə faktları təqdim etməlidir. Bax, bu səhvdir. Şagirdin düşüncə və hisslərinə müəllim mütləq önəm verməlidir. Onun maraq dairəsini nəzərə almalıdır. B variantı. Müəllim və şagird arasında qarşılıqlı hörmət və vəzifələrin aydın şəkildə müəyyən edilməsi pedaqoji prosesin keyfiyyətini artırır, düzdür. Avtoritar idarəetmə tərzi şagirdləri passiv iştirakçı kimi görür, onların yaradıcı potensialını məhdudlaşdırır. Bu da, yəni əvvəla aid, belə deyək,
Əvvəlki də müəllim yönümlü dərsdən danışır, bu da doğrudur. Yeni şagirdlərin məktəb və sinif mühitində adaptasiyanı təmin etmək üçün strukturlaşdırılmış sosial və akademik dəstək tədbirləri tətbiq edilməlidir, bu da düzdür. Deməli, B variantı burada səhvdir. Valideynlə müsbət və davamlı əməkdaşlıq qurmaq istəyən müəllim onların iclasa qatılmalarını təmin etmək üçün hansı yanaşmanı tətbiq etməlidir? Şagirdin qiymətini yüksək göstərməklə elə bu səhvdir. Valideyni dinləməlidir, empatiya göstərməlidir, ortaq anlayışlar yaratmalıdır, elə B variantı. Valideyn iclaslarını rəsmi tonda, bu da səhvdir, səmimi olmalıdır. Valideynlərə mənfi halları təqdim etmək, bu da səhvdir. Şagirdin zəif tərəflərini valideynlər yanında müzakirə etmək, bu da səhvdir. Müəllim-valideyn münasibətində qarşılıqlı etimadın formalaşması üçün aşağıdakılardan hansı yanlış yanaşmadır? Müəllim valideynə daim açıq və şəffaf ünsiyyət qurmalıdır, düzdür. Müəllim valideynlə əməkdaşlıq edərkən şagirdin psixoloji vəziyyətini də nəzərə almalıdır, düzdür. Valideynin fikrinə hörmətlə yanaşmaq münasibətin möhkəmlənməsinə səbəb olur, bu da düzdür. Valideynlər yalnız ciddi problem olduqda məlumatlandırılmalıdır, bax bu səhv bir fikirdir. Valideynlə şəxsi məsələlər barədə iclası fərdi keçirmək şagirdin inkişafına müsbət təsir edir, bu da düzdür.